Bu günləri yenə də bayraq dəyişdirmə işinə davam edirik. Biz demirik ki, şəhid valideynləri bayraq dəyişmir. Elə 6 ildir şəhid valideynləri bayrağını dəyişir. Sadəcə biz də özümüzə borc bilirik. Əgər şəhidlər, xalqımız vətən uğrunda canından keçibsə, bizlərin də borcudur ki, şəhidin bir bayrağını dəyişən şəhidimizin ruhu şad olsun. Bu günləri bax, belə deyək, şəhidlər xalq üçün canından keçib. Biz vasitəçiyik. Siz bizlərə dəstək olun. Bir bayraq, 2 bayraq, 3 bayraq, 5 manat olan bayraqdır. Üst-üstə qoyan, dəstək olan Allahın Qarabağ şəhidləri də var. Atası, anası dünyasını dəyişib, ancaq bayrağı elə bir ailə var ki, heç kimi yoxdur. O bayraqlar da heç olmasa biz dəyişməliyik. Bu gün Vətən müharibəsinin şəhidi Əlzadə Nəriman Nurəhmətoğlu. Bayraq biraz bozarmışdı, dəyişdik. Onsuz da onlar gəlib özləri hər gün, belə deyim, 5 gündən bir, 10 gündən bir dəyişirlər. Ancaq biz dəyişəndə həmin şəhid ailəsində qəlbi sevinir, həm də şəhidimizin də ruhu şad olur. Gəlin bir olaq. Necə torpaqlara azadlığı uğrunda hərə bir bölgədən əldə silah təki vətən sağ olsun deyərək irəli getdilər. Bugün bəli, elə insanlar var, həqiqətən də vaxtları olmur. O vaxtdan istifadə edə bilmir. Biz bir vasitəçiyik. Bizlərə dəstək olun. Bir olağın 5 manat olan bayraqdır. Onu şəhid atası rahat 6 ildir dəyişir. Gəlin bizlər dəyişən ki, o şəhidin də ruhu şad olsun. Şəhid ailəsi də sevinsin. Bəli, bir növbəti bayraq şəhidimiz xalq uğrunda torpaqları azad edib, özləri geri dönməyib, arzuların yarımçıq qoyan Əlzadə Nəriman oğlu. Əlzadə Nəriman Nurəhmətoğlu'nun bayrağını dəyişdi. İndi keçəcək inşallah. Allah qardaşımızın da canı sağ eləsin, bizə dəstək oldu. Şirxan da sağ olsun, var olsun. Bugün Şirxanın işi olduğu üçün Şirxan hər gün bizdən idi. Sabahdan yenə də gələcək. Şirxana da təşəkkürümüzü bildiririk. Allah anası rəhmət eləsin. İnşallah bayrağımızı dəyişib, növbəti bayrağımızı dəyişməyə yiyəcək. Allah şəhidlərimizi rəhmət, qazilərimizə şəfa, veteranlarımıza can sağlığı versin. Allah şəhidimizin ruhunu şad eləsin. Nəriman qardaşımızın da bayrağın dalğalandırırıq inşallah məzarın önündə. Allah cəm şəhidlərimizi rəhmət etsin. Fərqi yoxdur qardaşlar. Deyirəm, yenə də deyirəm, şəhid valideyni 6 ildə özü dəyişir. Onlar istəsə 5 manat belə böyük məbləğdir. Ancaq bizim dəyişməyimiz lap şəfayətli olar, həqiqətən də sevindirici olar. Şəhid atası da sevinər, şəhid anası da sevinər, şəhidimizin ruhu da sevinər, ruhu da şad olar. Allah cəm şəhidlərimizi rəhmət etsin. Allah hamilə də can sağlığı versin, balasına şəfa versin. Allah ruhun şad eləsin. Üçrəkli bayrağı şəhidlərimiz, sizlər canınızdan keçdiniz, dalğalandırdınız. Bizlərin də borcudur ki, sizin bayrağınızı hər zaman dəyişmək. Allah cəm şəhidlərimizi rəhmət eləsin. Sağ ol Amil, Allah övladıma şəfa versin, can sağlığı. Var ol.